Salam hər kəsə. Biz bugün Carki əfsanəsinin təhlilini edəcəyik. Bilirsiniz ki, imtahana düşür əziz abituriyentlər. Janrı əfsanə janrıdır. Epik növün ən qədim janrlarından biridir. Epik növdədir, əfsanə janrındadır. Bilirsiniz ki, ən qədim janrlardan biridir. Xalqın burada əski dünya görüşü, düşüncə, arzu istəklərlə bağlı yaranmışdır. Gəlin onun təhlilini edək. Deməli, qədim zamanlarda bir alim yaşayırdı. O öz gözəl əməllərlə xalqın rəğbətini qazanmışdı. Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. Burada obrazlar deməli alim obrazıdır, hökmdar obrazıdır. O saraya cəlb etmək məqsədi ilə alimi çağırtır və öz yanında qalmağı ona təklif edir. Deməli, o alimi öz saraya cəlb etmək məqsədi ilə yanına çağırtdırır. Burada hökmdar obrazı mənfi obrazdır. Bildiyiniz kimi, yəni o zahirən özünü belə deyək ki, ziyalı göstərmək istəyir, yanına alimi çağırtdırır. Biz başqa obrazlarda da bunu oxşar götürə bilərik. Məsələn, kimi götürək? Elə Vaqif obrazında İbrahim Xəlil xanı da götürə bilərik ki, o da zahirən özünü ziyalı göstərməkdən ötürü yanına şairləri yığırdı. Elə Oqtay Eloğlunu da Aslan bəyi də götürə bilərik ki, o da özünü zahirən ziyalı kimi göstərirdi və başqa obrazları. O saraya cəlb etmək məqsədli alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Alim qərara gəlmək üçün möhlət istəyir. Hökmdar alimə 3 gün möhlət verir. Deməli, 3 gün möhlət verir. Bunlara diqqət edək. Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir: "Böyük hökmdar, sizin saray üçün dərin, dərəkəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmərəm." Deməli, o özünü onlardan aşağıda göstərir ki, zahirən yəni belə göstərir. Bu sözləri deyib alim qayıdır, öz xeyir-xahlışlarıyla yenidən xalqa kömək etmək istəyir. Alimin cavabı, dikbaşlığı, açıq sözü hökmdarı hirsləndirir. Şah səxavətinin Firavan saray həyatının qiymətləndirilməsini nankörlük hesab edir. Biz bu alimi Vaqif əsərində Vidadi obrazı ilə də müqayisə, yəni ortaq götürə bilərik ki, orada da Vidadi saraya təklifini qəbul etmir, öz evini hər şeydən üstün tutur. Yəni, ondan ortaq götürə bilərik. Hökmdar vəziri yanına çağırıb ondan alimin hərəkətlərinə tədbirlə cavab verilməsini tələb edir. Vəzir deyir: "Alimin əvvəlcə cahilliyini sübut edib xalqın gözünə salmaq lazımdır." Vəzirin niyyəti çətin suallarla alimi çıxılmaz vəziyyətə salıb xalqın gözündə kiçiltmək idi. Sualları hazırlamaq üçün vəzir 40 gün möhnət istəyir. 40 gün keçdikdən sonra suallar hazır olur. Hökmdar adamları meydana toplayır, alimi çağırırlar, hər şey hazır olur. Alim təmkinlə hökmdarı dinləyir. Hökmdar alimə deyir: "Sən öz əllaməlliyinlə xalqı aldadırsan. Sən heç də alim deyilsən. Sənə vəzirimin suallar hazırlayıb. Sən bu suallara cavab versən, alimliğini sübut etmiş olacaqsan." Alim cürətlə deyir: "Buyur, suallarınızı verin." Hökmdar vəzirinə işarə edir, vəzir suallara başlayır. Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanar? Alim gülə-gülə deyir: "Mən sualın cavabını verməyə hazıram. Siz isə dağdan Zümzümə bulağına qədər yolun nə qədər olduğunu, dağın nə qədər mali olmasını, bir də qozun həcmini deyin." Camaat alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq sual vermək fikrindən vaz keçirlər, biabır olmaq istəmirlər. Alim evə yollanır, ancaq onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən kərvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaq. Kərvandakı hər dəvənin boynunda bir zınqrov vardı. Alim kərvan başçısına bildirir ki, əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır. Kərvan başçısı təklifini soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqrovların yerini dəyişməyə icazə versin. Kərvan başçısı alimin təklifinə canbaşla razı olduğunu bildirir, ancaq səbəbini öyrənmək istəyir. "Mən zınqrovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq." Bəli, alim zınqrovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə telə dəyir. Zınqrovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib kərvanın üstü ilə uçurlar. Deməli, bu səsə hətta quşlar belə valeh olur.
Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqsə gəlir. Axşamdan bükləm güllər yenidən ləçəklənib ətir saçır. Sizə kimdən xəbər verim? Hökmdardan. Saraya çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Alim nə qədər axtarırlarsa da tapa bilmirlər. Hökmdar bir bölük atlını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişlə zınqrovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur. Əsir aparmağa gələnlərin özləri alimin yaratdığını əsir düşürlər. Deməli, hətta ki, hökmdarların adamları belə bu musiqinin təsirindən bihuş olurlar. Birdən atlılar elə bir yuxudan uyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının artıq müşkül bir iş olduğunu görəndə dəstə əliboş geri qayıdır. Deməli, burada dedik, epik növdədir, təhkir janrındadır, janrı əfsanədir. Mövzu ictimai, əxlaqi, tərbiyəvi mövzudadır. İdeya nədir? İnsan ağlının vacibliyi, yəni insan ağlının hər şeydən üstün olması, ağlın dərəkəli. Burada ideya budur. Və mətnin ideyası ilə səsləşən fikir də budur ki, ağıllı adam su kimidir, öz-özünə yol tapır və bəzən digər bir atalar sözü özgəyə quyu qazan özü düşər. Bu atalar sözləri də səsləşir.